Salam dostlar, hamınıza xoş gördük. Fəlsəfə dərslərimiz davam edir. Deməli, bugün varlıq sözü haqqında, onun mənası haqqında, varlıq sözünün mənası haqqında danışacağıq. Çünki fəlsəfə kitablarında girişdə bu məsələ müzakirə olunur. Təbii ki, bunun bir sıra nəticələri var. Dərs əsnasında onları qeyd edəcəm. Hansı nəticələri var, xüsusilə mütaliə fəlsəfəsində. İlk öncə varlıq, ümumiyyətlə sözlərin mənalarına görə qismlərindən danışım çox qısa. Sözlər mənalarına görə bir bölgüdə iki qismə ayrılır. Tək mənalı sözlər, çox mənalı sözlər. Fərq nədir? Tək mənalı söz yalnız bir leksik mənası olan sözlərə deyilir. Yəni, məsələn, ev, nə bilim, insan, qum, bu sözlər yalnız bir leksik mənası var. Aydındır? Və onu siz predmetlərinə tətbiq edəndə eyni məna ifadə edir. Tutalım, insan sözünü hazırda mövcud olan və ya keçmişdə mövcud olmuş, gələcəkdə mövcud olacaq bütün insanlara nisbət verəndə, onlar barəsində istifadə edəndə eyni məna daşıyır. Məna etibarilə arada heç bir fərq yoxdur. Yəni, belə deyək, yaxşı insan olsun, pis insan olsun, ədalətli insan olsun, zalim insan olsun, fərqi yoxdur. Bu insan sözünü tutalım, ədalətli insan haqqında da işlədəndə eyni mənanı verir, zalim insan haqqında işlədəndə də eyni mənanı verir. Yaxşı insan haqqında işlədəndə də eyni mənanı verir, pis insan haqqında işlədəndə də eyni mənanı verir. Niyə? Çünki insan sözünün leksik mənası məlumdur və o tək mənalı sözdür. Bir leksik mənası var və bütün nümunələrdə, insana aid bütün predmetlərdə eyni məna daşıyır. Ev də həmçinin, qum da həmçinin və s. nümunələr çoxdur. Çoxmənalı sözlər isə əsas məna ilə yanaşı bir-birinə yaxın bir neçə əlavə mənaları olan sözlərə deyilir. Burada leksik məna var. Məsələn, tutalım, A leksik mənası var. O məna ilə yanaşı bir-birinə yaxın olan başqa mənalar da var. Məsələn, göz sözü, insanın gözü, bulağın gözü və s. Görürsünüz, burada fərqli mənalarda istifadə etmək olur. Bu da çoxmənalı sözdür. İndi filosoflar bu məsələni müzakirə ediblər ki, görəsən varlıq hansı kateqoriyaya daxildir? Tək mənalı sözlər kateqoriyasına, yoxsa çox mənalı sözlər kateqoriyasına? Demək, fəlsəfə kitablarına baxanda görürük ki, varlıq tək mənalı söz hesab olunur. Varlıq tək mənalı söz hesab olunur. Yəni, varlığın yalnız bir leksik mənası var və varlıq bütün nümunələrə tətbiq ediləndə eyni məna daşıyır. Yəni, siz varlıq kəlməsini istənilən bir nəsnəyə, obyektə nisbət verəndə, deyəndə ki, bu varlıqdır, o varlıqdır, filan şey varlıqdır və s. və s. və s. İstənilən bir şeyə varlıq deyəndə, varlıq ünvanını həmin şey barədə istifadə edəndə, o bütün predmetlərində, bütün nümunələrində yalnız bir məna daşıyır. Varlıq və salam. Yəni, bu elə deyil ki, bir nəsnədə bir məna daşısın, başqa nəsnədə başqa məna daşısın və bu obyektlərə görə, predmetlərə görə dəyişsin. Hər predmetdə fərqli bir məna ifadə eləsin. Belə deyil. Varlıq bütün nümunələrində yalnız bir məna daşıyır. Təbii ki, buna aid müəyyən arqumentlərdə filosoflar qeyd ediblər ki, biz nəyə əsasən deyirik ki, varlıq tək mənalı sözdür. Bunun dəlilli sübutu varmı? Bəli, dəlilli sübutu var. Deməli, kitablara baxanda, xüsusən son dövrlərdə yazılmış kitablara, məsələn, Əllamə Təbəssərinin Bidayətül Hikməsinə baxsaq, orada görürük ki, 3 dənə arqument qeyd olunur. Təbii ki, digər kitablarda da var bu 3 arqument. Deməli, bəli. Əvvəl dəlillərə keçməmişdən qabaq, dostlar, burada bir məsələ var, gəlin ona işarə edim. Ola bilər, kimsə deyə bilər ki, və ya kimsə soruşa bilər ki, bu ixtilaf varmı, yəni bu məsələdə? Ki, biri desin ki, varlıq tək mənalı sözdür, başqaları desin ki, yox, varlıq tək mənalı söz deyil, çox mənalı sözdür. Bəli, baxın, burada mən qeyd etmişəm, varlığın tək mənalı yaxud çox mənalı söz olduğuna dair 3 əsas yanaşma var, 3 əsas görüş var. Bu nəyə göstərir? Bu onu göstərir ki, bu məsələdə alimlər arasında, filosof və teologlar arasında müzakirə mövzusudur. Müəyyən fərqli fikirlərin, görüşlərin olduğu bir mövzudur. Deməli, birinci görüş
varlıq təkmənalı sözdür və o bütün nəsnələrdə eyni məna daşıyır. Bayaq verdiyim izah buydu ki, varlıq təkmənalı sözdür. Onu istənilən bir nəsnəyə, istənilən bir obyektə nisbət verəndə o eyni məna daşıyır, fərqli bir məna daşımır. Bu filosofların görüşüdür. Lakin bəzi teoloqların, yəni kəlam alimlərinin görüşünə görə isə varlıq çox mənalı sözdür. Belə ki, o hər bir nəsnədə xüsusi mənada işlənir. Yəni biz əlimizi hansısa bir varlığa, hansısa bir nümunəyə, hansısa bir predmetə qoyanda, deyəndə ki, bu varlıqdır, o bir məna daşıyır. Başqa bir nümunəyə keçib onun barəsində varlıq sözünü işlədəndə deyəndə ki, o da varlıqdır. Burada artıq birinci məna ilə ikinci məna iddiaya görə fərq eləyir. Yəni mən A nəsnəsinə və ya A obyektinə deyəndə ki, bu varlıqdır, bu bir məna daşıyır. B obyektinə deyəndə ki, bu da varlıqdır, tamam başqa bir məna daşıyır. C obyektinə deyəndə bu da varlıqdır, bu artıq özü daha yeni, fərqli bir məna daşıyır. Deməli, iddiaya görə ikinci iddia budur ki, varlıq çox mənalı sözdür. Belə ki, o hər bir nəsnədə xüsusi mənada işlənir. Baxın dostlar, tutalım. Əgər biz, təbii ki, də bizim imkanımızda deyil o, bu galaktikada, bu kainatda mövcud olan bütün şeyləri bir-bir hesablasaq və hər birinə işarə edib desək ki, bu varlıqdır, o hər birində müstəqil bir məna ifadə edəcək, fərqli bir məna ifadə edəcək. Fərz edin ki, trilyonlarla varlıq var, deməli trilyonlarla varlıq mənası var, fərqli varlıq mənası var. İddia budur. Bu görüşə əsasən bütün varlıqların müstəqil mənası var. Muhaqqiq Lahici bu rəyi qeyd edir ki, Muhaqqiq Lahicinin qeyd etdiyinə əsasən Əbul-Həsən Əşəri və Əbul-Həsən Bəsri ki, Mötəzilə məzhəbinə mənsubdur. Bu düşüncədə olublar. Bu iki alim, İslam mütəfəkkiri deyiblər ki, hər bir varlığın özünə aid bir mənası var. Ona görə filosofların dediyi kimi varlıq sözü bütün nəsnələrdə, bütün şeylərdə eyni məna daşımır. Bu da ikinci rəydir. Üçüncü rəy isə deyir ki, varlıq yalnız Allahla yaranmışlar arasında məna fərqliyinə malikdir. Yəni, varlıq anlayışı bütün yaranmış nəsnələr barədə eyni məna daşısa da Allah haqqında fərqli mənada işlənir. Baxın, üçüncü nisbətən bu çərçivəni daha da dar tutur. Nə mənada? O da ki, varlıq sözü, bəli, fərqli mənalarda işlənir, amma Allahla yaranmışlar arasında. Amma yaranmışlara gələndə bütün yaranmışlar haqqında eyni məna daşıyır. Yəni, bütün yaranmışlar, bütün meydana gəlmiş, sonradan mövcud olmuş varlıqlar, hamısında varlıq kəlməsi eyni məna daşıyır. Fərqi yoxdur. Amma Allaha gəldikdə artıq Allahda fərqli məna ifadə edir. Deməli, bu üçüncü görüş nədir? Üçüncü görüşdür ki, varlıq sözü Allah barədə bir məna daşıyır. Digər bütün yaranmışlar haqqında isə başqa bir məna daşıyır. Deməli, yəni varlıq anlayışı bütün yaranmış nəsnələr barədə eyni məna daşısa da Allah haqqında fərqli mənada işlənir. İkinci və üçüncü yanaşma yaradanla yaranmışlar arasında fərq qoymaq. Deməli, bu nə üçün belə bir nəzəriyyə irəli sürüblər? Yəni, kimsə deyə bilər ki, buna nə ehtiyac var idi? Belə bir fərq qoymağa nə ehtiyac var idi? Qorxu nədir? Kim nədən çəkinmək üçün, nədən uzaq durmaq üçün belə bir nəzəriyyə irəli sürüblər? Deməli, dostlar, burada qeyd eləmişəm, yaradanla yaranmışlar arasında fərq qoymaq, təşbihə düşməmək üçün bu iddia ortaya atılıb. Yəni, ikinci və üçüncü iddiada əsas məqsəd, əsas hədəf nədir? Yaradılanı yaradana bənzətməmək. Çünki bunlar düşünüblər ki, əgər biz desək ki, varlıq sözü həm Allah barədə, həm insan barədə, həm digər canlılar barədə, varlıqlar barədə, yaranmışlar barədə eyni məna daşıyır. Deməli, bunun mənası budur ki, bunlar arasında heç bir fərq yoxdur. Bunlar bir-birinə oxşadır. Halbuki Allah Quranda nə deyir? Deyir ki, Allahın bənzəri yoxdur. Onun tayı, onun bərabəri, onun oxşarı yoxdur. Əgər biz desək varlıq sözü həm Allah, həm insan barədə və ya digər varlıqlar barədə eyni məna daşıyır, bunlar düşünüblər ki, bu iddiada olanlar, ikinci və üçüncü iddiada olanlar düşünüblər ki, bu zaman biz Allahı yaranmışlara oxşatmış olaraq, təşbihə düşmüş olaraq. Təşbih nədir? Yəni, xaliqi məxluqa bənzətmək. Aydındır. Məhz bundan çəkinmək üçün deyiblər ki, Allah barədə bir məna daşıyır varlıq, amma yaranmışlar barədə başqa bir məna daşıyır. Deməli, iki və üçüncü yanaşma yaradanla yaranmışlar arasında fərq qoymaq, təşbihə düşməmək üçün, ikinci, üçüncü yanaşma, bəli, yaradanla yaranmışlar arasında fərq qoymaq, təşbihə düşməmək üçün ortaya atılıb.
Aydındır? Halbuki varlığın tək mənalı söz olduğunu demək heç bir halda təşbiyə səbəb olmur. Çünki bu məsələ varlıq məfhumu ilə əlaqəlidir, varlığın predmeti ilə deyil. Baxın, burada bu ikinci və üçüncü iddianı, versiyanı ortaya atanların düşdüyü əsas səhv nədir? Onlar məfhumla predmet arasında, yəni anlayışla predmet arasında fərq qoya bilməyiblər. Məfhum nədir? Məfhum bəzən, mən bunu indi burada deyirəm, nəyə görə deyirəm? Çünki bəzən olur, dərslərdə mən soruşuram, bəzi dostlar məfhum sözünün mənasını başa düşmürlər. Dostlar, məfhum, yəni zehnimizdə yaranan məna. Yəni sizin zehninizdə olan istənilən məna bu məfhumdur, anlayışdır. Bəziləri, dediyim kimi, məfhumla, yəni zehindəki anlayışla, zehindəki məna ilə onun xaricdəki, xarici aləmdəki real nümunəsi, predmet arasında fərq qoya bilməyiblər və çaşqınlığa düşüblər, qarışıqlıq yaranıbdır. Bu qarışıqlıq səbəb olub ki, onlar deyiblər ki, varlıq hətta məfhum etibarilə belə bir-birinə fərqlənir. Nəinki təkcə nümunəsi, hətta məfhumun özü belə nədir, bir-birinə fərqlənməlidir. Nəyə görə? Çünki biz keçən dərslərdə qeyd eləmişdik, məfhumla onun predmeti, nümunəsi arasında sıx bir bağ var. Bunu əsasən belə deyiblər. Amma burada nə etmək lazımdır? Məfhumla nümunəsi arasında fərq qoymaq lazımdır. Biz deyəndə ki, və ya filosoflar deyəndə ki, varlıq tək mənalı sözdür, varlıq bütün nəsnələr barədə eyni məna ifadə edir. Məqsəd nədir? Anlayışdır, məqsəd mənadır, məna etibarilə eyni məna daşıyır. İndi məna etibarilə eyni məna daşıması bu deməkdirmi ki, o varlığın nümunələri hamısı bir-birinə oxşuyur? Əlbəttə ki, xeyr. Təbii ki, Allahın varlığı ilə yaranmışların varlığı eyni deyil. Baxmayaraq ki, məfhumda eynidirlər, amma nümunədə fərqlidirlər. Bu, insan haqqında da və ya insan xüsusiyyətləri haqqında da eynidir. Məsələn, alim deyirik biz. Alim bütün insanlar barəsində işlənəndə eyni məna daşıyır. Alim sözünün mənası nə deməkdir? Bilən deməkdir. Bilən, tədqiqatçı, çox bilən. Amma hamının elmi eynidir. Xeyr, təbii ki, eyni deyil. Yəni, burada alim sözünün eyni məna daşıması, bu ona dəlalət edir ki, bütün alimlər eyni müstəvidə, eyni səviyyədə elmə sahibdirlər. Əlbəttə ki, xeyr. Ona görə burada nə etmək lazımdır? Məfhumla, anlayışla onun nümunəsi arasında fərq qoymaq lazımdır. Bəli, məfhum etibarilə, anlayış etibarilə filankəs alimdir deyəndə, fəhmənkəs alimdir deyəndə hamı bir məna başa düşür. Çox bilən, araşdıran, yazan, tədris edən alim budur. Amma keyfiyyətə gələndə, miqdara gələndə təbii ki, biz alimlər arasında fərq qoyuruq. Bütün alimlər eyni deyil. Varlıq da bu cür. Allaha da mövcud deyirik, yaranmışlara da mövcud deyirik, amma bu demək deyil ki, onların varlıqları və varlıqların keyfiyyəti eynidir. Xeyr, biri vacib varlıqdır, biri mümkün varlıqdır və s. Aydın dostlar, deməli, bu heç bir halda təşbihə səbəb olmur. Bu görüşü müdafiə edənlər məfhumla predmeti ayırt edə bilməyiblər. Deməli, varlıq tək mənalı sözdür, çünki onun yalnız bir mənası var. İndi, gələk argumentlərə, bayaq buna gəlmişdim ki, yaxşı iddia edirik ki, varlıq tək mənalı sözdür. Görəsən, bunun sübutu varmı, dəlili varmı? Bəli, dediyim kimi, fəlsəfə kitablarında, xüsusən müasir dövrdə yazılan kitablarda 3 dənə argument qeyd ediblər. Birinci argument budur ki, varlıq bölünən obyekt olaraq qismlərə bölünə bilir. Bax, varlıq bölünən obyektdir. Yəni, onu biz qismlərə ayıra bilirik. Varlığın bölünən obyekt olduğuna dəlil nədir? Dəlil budur ki, biz varlığı qismlərə ayıra bilirik. Məsələn, deyirik, varlıq ya mücərrəd varlıqdır, ya maddi varlıqdır. Varlıq ya vacib varlıqdır, ya mümkün varlıqdır. Bu şəkildə biz varlığı qismlərə ayıra bilirik. Deməli, burada varlıq bölünəndir, onun qismləri var. Varlıq bölünən obyekt olaraq qismlərə bölünə bilir. Necə ki, biz tutalım ərəb dilində kəlməni qismlərə ayırırıq. Deyirik, kəlmə ərəb dilində ya isimdir, ya feildir, ya şəkilsidir və s. Burada kəlmə özü bölünən obyektdir, onun qismləri var. Varlıq bölünən obyekt olaraq qismlərə bölünə bilir. Bu zaman əsas məna bütün qismlərdə eyni qalır və dəyişmir. Baxın, bölünən mənası budur ki, o əsas bölünən ki var, onun daşıdığı, ehtiva elədiyi məna bütün qismlərdə olmuş olsun. Məsələn, biz deyəndə ki, ərəb dilində kəlmə 3 qismə ayrılır, 3 növə ayrılır. Feildir, isimdir, şəkilçidir. Həm feil, həm isim, həm şəkilçi o kəlmənin mənasını daşıyır özündə. Deməli, o bölünən əsas məna o qismlərdə olmalıdır. Sadəcə olaraq müəyyən qeydlərlə, müəyyən əlavələrlə. Yəni, kəlmə isimdə mövcuddur,
feildə də mövcuddur, şəkilcidə də mövcuddur. Sadəcə olaraq fərqli xüsusiyyətlərlə. İsimdə də kəlmə var, müəyyən xüsusiyyətlərlə, feildə də kəlmə var, müəyyən xüsusiyyətlərlə, şəkilcidə də kəlmə var, müəyyən xüsusiyyətlərlə. Məsələn, ərəb dilində belə deyilir. İsim kəlmədir, müstəqil mənası var. Amma feil kəlmədir, müstəqil mənası var, həm də zamana dəlalət edir. Şəkilçi isə kəlmədir, amma müstəqil mənası yoxdur. Sadəcə olaraq iki kəlməni bir-birinə birləşdirir və s. Görürsünüz, burada kəlmə sözü, mənası bütün növlərində mövcuddur. Bütün növlərinə şamildir. Varlıq da bu cürdür. Biz varlığı ki, qismlərə ayırırıq. Vacib varlıq deyirik, mümkün varlıq deyirik. Bu varlığın mənası qaydaya əsasən o qismlərində, yəni həm vacibdə, həm mümkündə olmalıdır. Əgər həm vacibdə, həm mümkündə varsa, deməli varlıq eyni məna daşıyır. Əks təqdirdə o heç vaxt bölünən ola bilməz. Yəni tutalım, varlığı biz mümkün varlıq və vacib varlıq olaraq iki qismə ayırsaq, mümkün varlıqda bir məna ifadə eləsə, vacib varlıqda tamam fərqli məna ifadə eləsə, belə ki, onların arasında heç bir müştərək ortaq məna olmasa, o zaman bu bölgü ümumiyyətlə mənasızdır və bölgünün qanunlarına ziddir. Ona görə birinci dəlil nədir? Varlıq bölünən obyekt olaraq qismlərə bölünə bilir. Bu zaman əsas məna, yəni varlığın əsas mənası bütün qismlərdə, yəni məsələn vacibdə, mümkündə və s. eyni qalır və dəyişmir. Bu birinci arqument idi. İkinci arqument nədir? Əgər hansısa nəslənin mahiyyətində və nəliyində yanılsaq, bu heç bir halda onun varlığı barədə məna dəyişikliyinə səbəb olmur. Məsələn, uzaqdan bizə tərəf nəyinsə gəldiyini təsəvvür edin. Bu gələn varlığın əvvəlcə it olduğunu güman etsək, lakin yaxınlaşdıqdan sonra onun tülkü olduğunu görsək, bu zaman onların varlıq anlayışları barədə zehnimizdə heç bir məna dəyişikliyi yaranmır. Bu nə deməkdir dostlar? Deməli, təsəvvür edin ki, uzaqdan sizə nəsə yaxınlaşır. Bir şey gördünüz, bir cisim gördünüz, o sizə tərəf yaxınlaşır. Siz onun varlıq olduğu barədə şübhə eləmirsiniz. Aydındır, deyirsiniz ki, bu nəsə var olan bir şey, nəsə mövcud olan bir şey mənə tərəf yaxınlaşır. Lakin ola bilər ki, siz onun mahiyyətini təyin etmədə yanılasınız. Məsələn, əvvəlcə sizə tərəf gələndə elə biləsiniz o itdir. Onun görünüşündən, uzaqdan görünüşündən elə biləsiniz ki, o itdir. Aydındır, quyruğunu görəsiniz, qulaqlarını görəsiniz və s. Görəsiniz, elə təsəvvür edəsiniz ki, o itdir. Lakin yaxınlaşandan sonra görəsiniz ki, o tülküdür. Baxın, burada dəyişiklik oldu mu? Oldu. Əvvəl elə bilirsiniz itdir, sonra gördünüz o tülküdür. Amma varlığın mənasında dəyişiklik oldu mu? Yəni, siz onun uzaqdan gəldiyini görəndə dediniz ki, bu nəsə var olan bir şeydir, gəlir. Zehninizdə bir varlıq məfhumu formalaşdı, varlıq anlayışı formalaşdı. Onu it olaraq təsəvvür eləmişdiniz. O sizə yaxınlaşıb, onun tülkü olduğunu görəndə sizdə o varlıq haqqında məna dəyişikliyi yarandı mı? Yəni, belə düşündünüzmü ki, əvvəlcə onu var olaraq bir cür təsəvvür edirdiniz, yəni varlıq olaraq. O bir varlıq idi. İndi yaxınlaşdı, başqa bir varlıq oldu. Xeyr, varlıq olaraq o eyni şeydir. Yəni, o da varlıqdır, bu da varlıqdır. Varlıq etibarilə nəsə məna dəyişikliyi nə səbəb olmadı. Bəs dəyişiklik nədə oldu? Mahiyyətdə oldu, yəni növündə, yəni nəliyində. Əvvəl o varlığın it olduğunu düşünürdünüz, sonra o varlığın tülkü olduğunu gördünüz. Amma varlıq dəyişmədi, sabit qaldı. Bu nəyi göstərir? Bu onu göstərir ki, varlıq bütün yaranmışlarda eyni məna daşıyır. Əgər eyni məna daşımasaydı, o zaman sizin ilk təsəvvürünüzdəki varlıqla, ikinci təsəvvürünüzdəki, baxın, varlıqdan danışıram, mahiyyətdən yox, bunu qarışdırmayın. Varlıqdan danışıram, sırf mövcudluqdan danışıram. Sizin birinci gümanınızdakı mövcudluqla ikinci gümanınızdakı mövcudluq fərqli olmalıydı, əgər varlıq çox mənalı söz olsaydı. Amma eyni olması onu göstərir ki, o tək mənalı sözdür. Bu da bir arqument. Digər bir arqument də budur ki, varlıq yoxluqla zid anlayışdır. Bu aydın məsələdir. Varlıq yoxluqla zid anlayışdır. Bunlar bir-birindən ziddiyyət təşkil edir. Çünki varlıq mövcudluğu bildirir, yoxluq isə puçluğu bildirir. Yoxluq özü dosa tək mənalı sözdür. Yoxluq tək mənalı sözdür. Yoxluğun bir dənə mənası var. Çünki o puçluqdur, mahiyyəti yoxdur. Yəni siz yox deyəndə, baxın, zehninizdə bir dənə yox məfhumunu gətirin, yox anlayışını, zehninizdə bir yoxluğu təsəvvür edin. O yoxluqda nəsə siz fərq görürsünüz, yəni yoxluğu növlərə ayıra bilirsiniz, məsələn, yoxluq, A yoxluğu, B yoxluğu, C yoxluğu, xeyr, belə bir bölgü mövcud deyil. Çünki yoxluğun
nəyisə yoxdur ki, baxın, fərqlilik hardan yaranır? Fərqlilik mövcudluqdan yaranır. Əgər bir şey mövcuddursa, müəyyən xüsusiyyətlərə sahibdirsə, başqa bir şey də fərqli xüsusiyyətlərə sahibdirsə, biz deyirik ortada fərqlilik yaranır. Amma bir də var ki, heç nə yoxdur. Heç nə olmayan yerdən necə fərqlilik yarana bilər? Qeyri-mümkündür. Ona görə yoxluq puçluqdur və yoxluğun mahiyyəti yoxdur, çünki o heç nəyə sahib deyil. Deməli, onun çox mənalı söz olması qeyri-mümkündür. Bunun üçün heç bir səbəb yoxdur. Çünki fərqlilik üçün nəyisə sahib olmalısan. İndi, yoxluq tək mənalı sözdür. Deməli, onun ziddi olan varlıq da nə olmalıdır? Tək mənalı söz olmalıdır. Çünki bunlar ikisi bir-birinə zid anlayışlardır. Əgər biz desək ki, yoxluq tək mənalı sözdür, amma varlıq çox mənalı sözdür, o zaman bu bir-birinə zidd olmadı, fərqli məfhumlar oldu. Bəli. Yoxluq tək mənalı söz olduğuna görə onun ziddi olan varlıq da tək mənalı söz olmalıdır. Burada yoxluq deyəndə mütləq yoxluq nəzərdə tutulur, nisbi yoxluq deyil. Baxın, yoxluğu biz iki qismə ayırırıq. Fəlsəfədə yoxluq iki qismə ayrılır. Mütləq yoxluq, nisbi yoxluq. Mütləq yoxluq nədir? Bayaq dediyim. Yəni yoxluq məfhumunu sırf mücərrəd olaraq təsəvvür edin, heç bir əlamət, heç bir qeyd yanına gətirməyin, yoxluğu təsəvvür edin. Yoxluq tək mənalı sözdür. Burada mütləq yoxluqdan söz gedir. Bir də var nisbi yoxluq. Nisbi yoxluq nədir? Yəni nəyinsə yoxluğu. Baxın, bu həqiqi mənada yoxluq deyil. Biz danışanda deyəndə ki, yoxluq tək mənalı sözdür, o mütləq yoxluğu nəzərdə tutulur. Çünki həqiqi mənada yoxluq odur. Amma nəyinsə yoxluğu, məsələn, deyirəm, Zeyd evdə yoxdur. Burada yoxdur, nisbi yoxluqdur. Zeydin yoxluğundan danışıram, mütləq yoxluqdan yox. Çünki Zeyd evdə yoxdur, başqası var. Aydındır? Ona görə burada nə edirik? Yoxluqlar arasında fərq qoyuruq. Mütləq yoxluqla nisbi yoxluq. Mütləq yoxluq həqiqi yoxluqdur, nisbi yoxluq adından da göründüyü kimi nəyinsə yoxluğudur. İndi biz deyəndə ki, yoxluq anlayışı varlıqla ziddiyyət təşkil edir, çünki yoxluq puçluqdur. Burada mütləq yoxluqdan söhbət açılır. Deməli, bu mövzu niyə ortaya çıxıb, nəyə görə ortaya çıxıb? Bayaq dediyim kimi, burada müəyyən narahatlıqlar olubdur. Bəziləri narahat olublar ki, əgər biz desək ki, varlığın bütün növləri eyni məna daşıyır, o zaman biz Allahı digər varlıqlara şərik qoşmuş olaraq, oxşatmış olarıq. Bu mövzunun ortaya çıxmasına səbəb Allahı vəsf edərkən ifrat və təfritə yol verən yanaşmalar olub. Necə? Belə ki, bəziləri Allahı insanlara bənzətmiş, insanda mövcud olan bütün xüsusiyyətlərin Allahda da olduğunu iddia ediblər. Baxın, müşəbbihə təriqəti var, bunlar təşbihə yol verirlər. Yəni nə? Yəni oxşatmaya, bənzətməyə. Amma necə ifrat şəkildə oxşatmaya və bənzətməyə. Onlar deyiblər ki, məsələn, biz Allahı tanımaq üçün insana baxırıq. Çünki bunlar arasında bir oxşarlıq var. Allahı insan olmadan tanıya bilmərik. İnsana baxanda görürük ki, məsələn, insan görmək üçün bir vasitədən istifadə edir, eşitmək üçün başqa bir vasitədən istifadə edir, dərk etmək üçün tamam başqa bir vasitədən istifadə edir. Əgər insan belədirsə, deməli onu yaradan da belə olmalıdır. Ona görə Allah da vasitə ilə görür, Allah da vasitə ilə eşidir, Allah da vasitə ilə bilir. Bunlar müşəbbihədir, təşbih ediblər, oxşadıblar. Bəziləri də gəliblər bu təşbihi aradan qaldırmaq üçün, bu bənzətməni aradan qaldırmaq üçün mütləq mənada oxşarlığı inkar ediblər. Belə ki, nəinki predmetdə bayaq dediyim kimi, varlığın mənası ilə nümunəsi arasında fərq qoya bilməyib bəziləri. Bunlar gəliblər nəinki nümunədə, nəinki xarici aləmdə, hətta zehində belə deyiblər ki, o varlıqla bu varlıq, Allahın varlığı ilə yaranmışların varlığı, hətta məna etibarilə, hətta zehində belə bir-birinə oxşaya bilməz. Bunlar bir-birinə nədirlər? Fərqlidirlər. Belə olan təqdirdə insan məsələn nə isə görmək üçün gözdən istifadə edirsə, deməli Allah da görmək üçün müəyyən bir vasitədən istifadə edir. Bu müşəbbihədir. Bəziləri bu qəbil bənzərliyi mütləq şəkildə inkar edərək Allahla yaranmışlar arasında heç bir bənzərliyin olmadığını söyləyiblər. Buna görə də deyiblər ki, varlıq hətta məfhum etibarilə heç vaxt eyni ola bilməz. Varlığın tək mənalı söz olması mövzusu ona görə önəmlidir ki, Molla Sədranın təsis etdiyi mütaliə fəlsəfəsinin əsas fundamentini təşkil edən varlığın orijinallığı, əsalətül vücud və varlığın təkliyi, vəhdətül vücud, ət-təşkikiyyə prinsipləri məhz bu qaydaya söykənir. Deməli, dostlar, bu bəhs bayaq dediyim kimi ki, müzakirə olunur fəlsəfədə giriş bölümündə. Bunun təbii ki, müəyyən önəmli nəticələr var. Çünki biraz öncə də qeyd elədim ki, məfhumla məna arasında sıx bir bağlılıq var. Biz ətraf aləmi məfhumlar vasitəsilə dərk edirik
və ətraf aləmi izah etmək üçün məfhumlardan istifadə edirik. Ona görə ilk öncə varlıq məfhumundan başlamalıyıq ki, varlıq məfhumu nəyi ifadə edir ki, o varlıqla, varlığın özü ilə mənası arasında bir əlaqə quraraq məna vasitəsilə o həqiqəti insanlara çatdıraq. Deməli, Molla Sədranın fəlsəfəsində müzakirə olunan önəmli mövzular var ki, bu Molla Sədranın mütaliə fəlsəfəsinə məxsusdur ki, Molla Sədra da onu irfandan təsirlənərək gətirib fəlsəfi bir formaya salıb. Onlardan biri əsalətül vücud bəhsidir, yəni varlığın orijinallığı. Ki, o bəhsə daxil olanda bu bəhsi geniş izah edəcəm. Varlığın orijinallığı nədir? Varlıq və mahiyyət arasındakı fərq nədir? Niyə varlıq orijinaldır, amma mahiyyət orijinal deyil və s. O bəhsə girəndə bunları izah edəcəm. Amma onu deyim ki, Molla Sədra fəlsəfəsində, mütaliə fəlsəfəsində bu önəmli yer tutur. Nəyə görə? Çünki varlığın orijinallığı, əsalətül vücud bəhsi nəyə yol açır? Varlığın təkliyi bəhsinə yol açır. Bunlar bir-birinə əlaqəlidir. Vəhdətül vücud ət-təşkikiyyə, yəni varlığın tək olması, amma mərhələlərdən ibarət olması. Bunlar arasında varlığın orijinallığı ilə varlığın təkliyi və dərəcələrə sahib olması, bunlar bir-birindən əlaqəli mövzulardır. Və bu mövzulara keçid eləmək üçün biz ilk növbədə nə etməliyik? Varlığın tək mənalı olduğunu isbatlamalıyıq. Çünki bu dediyim prinsiplər məhz o prinsipə söykənir, varlığın təkliyi. Çünki varlığın təkliyini mən məna etibarilə tək mənalı söz olduğunu isbat etmədən nə onun orijinallığını isbat edə bilərəm, nə onun təkliyini isbat edə bilərəm. Ona görə bu məsələ ciddi müzakirə olunur. Baxmayaraq ki, bu məfhum bəhsidir. Yadınızdadırsa, əvvəldə demişdim ki, fəlsəfədə varlıq iki qismdə, iki cür müzakirə olunur. İki sahədə, fərqli sahədə müzakirə olunur. Bir məfhum etibarilə müzakirə olunur. İkinci, varlığın özü müzakirə olunur. Amma bunlar arasında sıx əlaqə olduğuna görə birinci mövzuya da önəm veriblər filosoflar. Xülasə, inşallah o bəhslərə çatanda bir daha bu məsələyə qayıdarıq. Bu, varlığın tək mənalı söz olduğuna dair dəlillər, sübutlar idi və nəyə görə belə bir bəhs ortaya çıxıb, onun izahı idi. Ümid edirəm aydın oldu. İnşallah növbəti dərslərdə görüşənədək hələlik.